Hamıya salam. Bu gün sıfırdan məntiq dərslərimizin 13-cü dərsi olan fəza fiqurları ilə qarşınızdayıq. Fəza fiqurları da yenə imtahana, hər imtahana düşür. Bir və ya 2 dənə bu mövzudan suallar düşür. Bəzi tələbələr yenə bir çox mövzu olduğu üçün burada da əziyyət çəkirlər. Məqsədimiz isə bu dərsdən o əziyyəti aradan qaldırmaqdır. Gəlin başlayaq. Deməli, birinci sualda belə bir şey verib. Deməli, birinci nədən başlayaq? Kublarda qarşı üzləyən bir şey var. Yəni qatlayanda bunlar qarşı-qarşıya dururlar. Əgər bu qarşı-qarşıya dururlarsa, bunlar heç vaxt bir üzlü görsənə bilməzlər. Əgər bir üzlü görsənmirlərsə, biz bunların variantlarından çıxmalıyıq. Və biz bunun qarşı üzlü olduğunu haradan biləcəyik? Aralarında bir kvadrat fərq olmalıdır. Və məsələn, bununla bunun arasında bir dənə bu fərq var. Bununla bunun arasında bir dənə bu fərq var. Və eyni zamanda üstəgələklə də ikisinin arasında bir dənə qara kvadrat fərqi var. Bunlar ola qarşı üzlər. Qarşı üzləri tapanlarda indi çıxırıq bir-bir hamısını. Və məsələn, bunlar qarşı üzdür. Harada var? Bunlar çıxaq. Məsələn, aynen ox qarşı üzdür. Burada da var, burada da var. Çıxdıq bunları. Sonra, indi burada x-dən üstəgələk qarşı üzdür. Çıxaq bunları. Bunları çıxandan sonra da bunları çıxıb tutardı. Qarşı üzlər getdi artıq. Qaldıq biz A ilə B ilə C arasında. İndi baxaq. Bizə verib burada, məsələn, bunu fırladaq. Çəkək üstəgələyin altına. Bunu biz 90 dərəcə fırlasaq, olacaq bu belə. Bu formada. Bir dənə fırlasaq, olacaq bu formada. İndi buradan baxaq. Deyək ki, qaranın üstündə x sağ tərəfinə düşür aypara. Biz onu tapmaq üçün buradan baxmalıyıq şəklə. Məsələn, qaranın üstündə x var, sağında nə var? Aypara. Baxırıq ki, düz gəlmi gəlir. İndi burada ayparanın üzərində nə veribdir? Ayparanın üzərində verib, burada ayparanın üzərində qara, sağında verib üstəgələk. Buradan baxsan şəklədə indi. Ayparanın üzərində qara, sağında x verib amma. Üstəgələk verməyib. Deməli, bu da səhvdir. Cavab olur burada B variantı. Eyni qaydan gəlin baxaq ikinci suala. Burada bütün qaralar birləşib bu ulduz olan, günəş olan istiyə. Bax, burada məsələn, hamısı bir yerdə durmalıdır da bunların. Yuxarıda fırladanda hamısı eyni cəzidə durmalı. Bu qaraların hamısı bir cəzidə durmalıdırlar. Məsələn, B-də səhvdir, A-da səhvdir, C-də səhvdir onlar. Çünki eyni sırada durmalı, burada olmalı, bu qara. Bu tərəfdə qara olmalıdır. D-də səhvdir, niyə? Çünki qaraların hamısı nəyə birləşiblər? Günəşə. Günəş olan bu hissəyə birləşiblər də hamısı. Amma burada səhvdir. Cavab olur Y variantı. Bu da aşağı üzüdür. Bu üzüdən başlayıb çəkib bunda. Cavab olur burada da E variantı. Sonra baxırıq üçüncü suala. İndi burada qarşı üz təması bayaq dediyim kimi. Bir üzdə hansı üzdə görsənməz? Qarşı üzdə. Yəni bax 6 ilə 5 qarşı üzdür. Niyə? Çünki aralarında bir dənə kvadrat fərq var. 8-dən 3 qarşı üzdür, 7-dən də 1 qarşı üzdür. Bunlar heç vaxt bir üzdə görsənməzlər. Biz ona görə bunlar olan variantları, bir yerdə olan variantları çıxmalıyıq. Məsələn, 8-dən 3 A variantında var. 8-dən 3 Y variantında var. 7 ilə 1 D variantında var. Sonra 6 ilə 5 C variantında var. Cavab olduğuna B variantı. Bu qədər sadə, yəni qarşı çıxmaq çox asandır. Dördüncü sualda belə bir açılış verib, deyir ki, verilən kublara uyğun açılışı tapın. Gəlin baxaq. Məsəl üçün, burada qarşı üzlərdən baxaq. Qarşı üz hansıdır buradan? X ilə bu. Bunlar qarşıdırsa heç vaxt bizdə görsənməzlər elə, amma burada görsənirlər. Deməli A səhvdir. Baxırıq bura. Yenə 4 bucaqla bu çox bucaqlı, qarşı üzdür. Amma burada yenə bir üzdə görsənirlər. Deməli bu da səhvdir. Sonra burada bu ola bilər. Çünki heç biri bir-birinə görsənmir burada. Üstəgələklə bu ola bilər və kvadratla x olmayacaq. Üstəgələklə bu, bununla da aşağıdakı olmaya bilər. Bunları çıxandan sonra qaldıq 3 dənə variantın arasında. Baxırıq indi bura. Qarşı üzləri veribdir. Yəni özümüz çəkək bunu. Bax, üstəgələyin üzərində nə var? Boş bir dənə kvadrat var elə. Onun sağında nə var? Düz xətt var. İndi bunu çevirdik. Çevirək hər tərəfə bunu. Məsələn, elə eləyək ki, fərqli formada baxaq da buna. Məsələn,
Çəkək bura bir dənə çox bucaqlı. Bura çəkək bir dənə x. Bunun sağında bir dənə düz xətt çəkək. Bu da oldu bizim açılış. İndi baxın. Bax. Bunlar bura çəkməyim, başqa yerə çəkim. Çünki burada qarşıdır görülməyəcək. Deməli burada bayaq çəkdiyimiz kimi üstə gələk, üzərində qara ağ kvadrat, bunun sağında düz xətt. Biz indi bunu bura çəkmək üçün nə etməliyik? Bax məsələn bunu çəkdik belə. Bunun üzərində x çəkdik. Üzərində yəni buradan baxsan şəklə. Onun da sağında bunu çəksən. Yəni sağ tərəfə düşür də buradan baxan sağ tərəfinə düşür. İndi baxsan şəkillərə. Hansı düz gələ bilər burada? Nə ilə qarşı üzdür? Kvadratla bu düz xətt qarşı üzdür. Baxırıq. Bax C-də düz deyil, səhvdir. Y-də düz deyil. Sonra x ilə ox. Yəni o da ox yeri bu xətt. X ilə bu xətt nədir? Qarşı üzdür elə. Oxu silək çaşdırmasın bizi. X ilə də bax bu xətt nədir? Qarşı üzdür. Bax burada onları verib. Eyni zamanda üstə gələn də bu qarşı üzdür deyə cavab var bizdə D variantı. Sonra 5-ə baxaq yenə burada. Deməli 1 ilə 6 burada qarşı üzdür. Sonra 2 ilə 3 qarşı üzdür və 5 ilə 4 qarşı üzdür. Ola bilər A variantı. 4 ilə 1 qarşı üzdür. 4 ilə 1 burada verib bax B səhvdir. 1 ilə 5 qarşı üzdür. Burada da verib səhvdir. Bir üzdə görsənməzlər. 1 ilə 2 verib. Yuxarıda var. Səhvdir. 2 ilə 5 yenə yuxarıda verib. Bu da səhv. Cavab oldu. Burada A variantı. Çox rahatca bunu həll edərik. Və gəl baxaq 6-cı suala. Burada deməli yenə bir gəlin asırız çəkək bir dənə. Məsələn kvadrat üzərində bir dənə ulduz, sağında bir dənə x. Sonra indi ulduzun aşağısında daha doğrusu belə deyim də burada çəkək bir dənə 8 bucaqlı. Bunu çəkdik. İndi bax, deməli bunun üzərində buradan baxsaq 8 bucaqlının üzərində var ulduz, onun sağında var 4 bucaqlı. Baxın şəklə buradan baxın, bax. Bu istiqamətdə baxın, düz gələcək bundan. Və indi sonra indi bir də bunun üzərində verib yumru, onun sağında verib nə? Bu günəşi. Gətək yumru çəkək buradan. Onun da sağını çəkək bir dənə belə bir günəşin bir işarə. Biz bunu bura fırlayanda, yenə şəklə buradan baxsan, tutaq ki, burada deyilə bu. Bunun üzərində yumru sağına düşür bu günəş. Buna görə də bizdə oldu bu formada. İndi açılışı çəkdik. Bizə nə istəyir? Deyir ki, bax, günəşin sağında x varsa, x çəkdim bura. Üstündə nə var? Günəşin üstündə nə var? Yumru var. Və salam. Cavab oldu C variantı. İndi 7-də deyir ki, fərqli olanı seçin. Seçək, deməli, rompun üstündə yumru, içində x, o birində qara yumru. Belə bir şey. İndi qara yumrunun üzərində bax buradan baxsan, qara yumrunun üzərində romb, sağında x düzdürmü? Bəli. İndi x-in üzərində yumru, sağında qara yumru, yəni qara içi boş yumru. Bunu çəkmək üçün nə edək? Bax bunu çəkək buradan, yumrunu, qara yumrunu çəkək buradan. İndi gəldik. Bax x-in üzərində yumru, sağında qara yumru, düzdürmü? Bəli. Buna qədər bağcaldıq. Hə. İndi bizə verir x-in üzərində qara bu, sağında romb. Bax, sən gətirin bunu çəkdin buradan. Məsələn, bax, çəkdin buradan. X-in üzərində içi boş qara yumru, sağında bu. Düzdürmü? Bəli. Burada da verib ki, yumrunun üzərində, qara yumrunun üzərində, yəni içi boş yumrunun üzərində bu, sağında x. Baxırsan, bəli, düz gəlirmi? Gəlir. Bəs bizə indi burada fərqli olan nədir? Burada bizə fərqli olan bir dənə 3-dür. Niyə? Çünki 3-də bilmədiyimiz bir figur var. Yumru. Qalan hamısı düzdür, səhv etmirəmsə. Bir dənə də baxaq. Rompun üzərində bu, sağında bu. İndi bunun üzərində bu, romp sağında x düzdür. X-in üzərində
Bu sağında romb düzdür və ağ qara yumrucu boş olanın üzərində romb, sağında bəli. Bir dənə 3 burada səhvdir. Çünki bilmədiyimiz bir içəridə qara bir fiqur var. Yəni bunu deyirəm. Onun barədə məlumatımız yoxdur tam olaraq. Cavab ona görə 3. Baxaq 8-ə. Deyir ki, hansı fiqurlar bir-birinə paralel, yəni qarşı üz olar da belə deyim. Gəldin, ikinci çəkdim buradan elə. Üstündəki biri çəkdim buradan. Sonra və altını çəkdim buradan. Üzərindəki 5 çəkdim buradan. İndi bunları silək. Yox da ağla silək, fərqi yoxdur. Amma sən bunları sildik. Ki bizi çaşdırmasın. İndi oldu belə. Bax indi burada nə qarşı üzdür? 2 ilə 6, yuxarılara bax 1 ilə 5, sonra 4 ilə 8 qarşı üzdür və 3 ilə də 9 qarşı üzdür. Baxırıq 4, 6, 3, 9. Ola bilər xeyr. 2, 6 qarşı üzdür, səhvdir. 2, 4 səhvdir. 4 ilə 8-dir bizdə. 1, 6 səhvdir. 2, 6, 4, 8 bəli. Cavab yox Y variantı. Burada da 1, 5, 3, 7. 3, 7 yoxdur bizdə səhvdir. Baxırıq 9-cu suala. İndi deyir ki, bizə birinci şəklin kubun açılışı verilmişdir. Bu kubun üzünün şəkildəki kimi yan-yana qoysaq 3 dənə kub verir. Bax burada. Mövcud vəziyyətdə yuxarı üzdə nöqtələr cəmi ən az neçə ola bilər? Yəni bunun üzərində ən az nə qədər ola bilər cəmlər? Nöqtələr cəmi ən az nə qədər ola bilər? Onu istəyir bizdən. Məsələn, 5-in üzərində ən az neçə qoya bilərik? 1 qoya bilərik. Elə. O da əgər burada 5 ilə 1 qarşı üz deyilsə. 2-in üzərində nə qoya bilərik? Yenə 1 qoya bilərik. Çünki 1 ilə 2 qarşı üz deyil, ən az 1-dir. 1-in üstünə nə qoya bilərik? 2 qoya bilərik. Bundan yəni qarşı üz olmadığı üçün rahatca qoya bilərik. 1, 1, 2. Cəmi 4. Burada isə deyir bizə çoxu götür. 5-in üzərində ən çox 6 ola bilər. Yazdıq burada 6. 1-in üzərində ən çox 6 ola bilməz. Çünki 1 ilə 6 qarşı üzdürlər. Olacaq 5. Və 4-ün də üzərində 6 olacaq. Çünki 4 ilə 6 qarşı üz deyil. 6, 5, 6 cəmi verəcək 17. Bu da belə. 11-ci sual. Deməli, verilən açılışa uyğun cavabı tapın. C-nin üzərində A-nətə durub. Baxaq bir dənə. Bax biz bunu A-nı 90 dərəcə fırlasaq o tərəfə. Olacaq bu formada. Yəni buradan tutub fırladıq da bunu. Buradan tutub fırlatsaqsa olacaq belə. Bir dənə də buradan tutub fırlatsaq olacaq bu formada. Yəni bura baxsaq indi C A-ya baxmır, C 1-ə baxır. Bu səhvdir. İndi gələk B-yə. B deyir ki 2-yə baxır, amma bu formada baxır. Yəni B 2-nin bu hissəsinə baxır. Səhvdir. C ilə 3-ə baxır. C ilə 3 nədir burada? Və onların üzərində A var. Səhvdir. Bax, A ilə C tərsinə bax, C elə ki, budur, A da belə durmalı bunun qabağında. Bu da isə C belə durur, A da belə durur. Yəni səhv durur da, belə deyim. C də səhvdir. İndi C ilə B-yə baxsaq, məsələn, getdik B-nin çəkdik buradan. Sağında da verib nəyi? A-nı. Bax, indi şəklə bir dənə buradan baxın. C-nin üzərində B sağına düşür. Eyni bu qayda ilə düşür, bax. C-nin üzərində B sağında A. Bunu tam göstərməkdən tərəf şəklə bir dənə belə fırlayım. Baxın indi. C-nin üzərində B sağında A. Eyni budur, bax. Eyni D variantıdır. Eyni. Bunu imtahanda vərəqə çöndərək də işləyə bilərsiniz və yaxud da pozan qaydasa pozanla da işləyə bilərsiniz. C-nin üzərində 2. C ilə 2 qarşı üzdür. Bunun üçün cavab qaldı D variantı. Burada yenə eyni şeydir. Deyək ki, 4-ü bir kuba aiddir, biri fərqlidir. Baxın, 2 ilə 5 nədir burada? Paralel. Burada paralel. Burada da paraleldir. Burada da 2 ilə 5 paraleldir. Burada da 2 ilə 5 nədir? Paralel. Hamısında paraleldir 2 ilə 5. 0 ilə 9 deyəm, 6 deyəm. Bu hamısı qarşı üzdür. Hamısında qarşı üzdür, bəli. Yaxşı. 2 9-un bu tərəfinə baxır da, belə deyim. Burada da 2 9-un yenə bu hissəsinə baxır. Burada da çevirsək, 2 9-un yenə bu hissəsinə baxır. Burada da 2 9-un yenə hissəsinə baxır, burada da. Yaxşı, 7 ilə 1-ə baxaq. 7 ilə 1 burada nədir? 7-nin ayağı 1-ə baxır. Burada da 7-nin ayağı, belə deyim, 1-ə baxır. Burada da 7-nin ayağı 1-ə baxır. Burada. Baxın, burada da 1-ə baxır 7-nin ayağı. Amma burada 1-nin ayağı 7-yə baxır. Ona görə bu fərqlidir. Y variantı götürür burada cavab. 13-də.
Biz bunları belə bir qatlasaq bu hissədə, bu formada. 3, yuxarısında 7. Bunu gətirib bura çəksək. 4 üzərinə 8. Bunu da bura çəksək. Bura 1, burada 5. İndi ki, buradan bu hissə hara düşür? Təbii ki, bu hissə 5 ilə, daha doğrusu belə deyim də, 1 ilə 4-ün hissəsinə düşür. Bura 1, 4 ola bilərlər. Yuxarısı da 1-in üstü 5-dir, 4-ün üstü 8-dir. Baxırıq indi bizdə 1, 5, 8 deyə bir cavab varmı? Var, C variantındadır. Və bu hissədən tapdıq onu. Bu hissə qaradır. Qaranın da kəsişməsi oturacağı 1 ilə 4 olan rəqəmlərə düşür. Yəni o üzlərə düşür. 1-in üzərində 5, 4-ün üzərində 8 var idi. Baxırıq 14-cü suala deyir. Aşağıda fəza fiqurunun 5 müxtəlif açılışı verilmişdir. 4-ünün aid olduğu fəza fiquruna aid olmayan açılış seçin. Bax, indi bura bax. A-nı çəkdim buradan, T oldu buradan belə. Yenə T-ni çəkdim buradan belə. Burada B. Buradan T-ni çəkdim bu formada. Burada da A-nı çəkdim buradan belə. T oldu buradan, V də gəlib çıxacaq belə. Burada A və T. İndi burada fərqli olan nədir? Bizə onu istəyir. Baxın. A-nın sağında A, solunda V, aşağısında T. A-nın indi tərsinə baxsaq da belə deyim. Solunda V, sağında A, aşağısında T. A-nın yenə aşağısında T, solunda V, sağında A. Burada A-nın aşağısında T, solunda A, sağında V. Burada düz verir. A-nın sağında A, sağında O, solunda T, düz verib bunda. Burada isə bax, A-nın solunda verib V, sağında verib, daha doğrusu sağında verib V, solunda verib O-nu. Baxın, bu iki şəkildə deyək ki, 1-dir də. Burada eyni şey verib. A, T, O, V. Burada da. Amma burada verib A, V, O, T. Yəni bu ikisi əgər eynisə, bu fərqlisə cavab olacaq burada Y variantı. Çünki burada sağda V durub, bunların hamısında O durub. Baxırıq indi bura. Bax, bu olan hissə haradır? Bax, gətirib bunu çəkdim bura, bu hissəyə aiddir. Bu isə buna aiddirlər. Yəni, burada ola bilər nə? 4, 3. İndi 4, 3 ola bilər. Sonra bu hissə aiddir, bax, bura. Ola bilər 2. Sonra bura ola bilər 1. Yəni, bura. Bu da bura aiddir. 1, 6. Sonra 1, 2, 2, 3. Bu isə 6, 5, 5, 4 və 4, 3 formasında birləşir. İndi 4, 3, 3, 2, 2, 1 olmalıdır. Bizə lazımdır nə? 4 ilə 1. Bu da cavab C variantındadır. Baxırıq 16-cı suala. Burada bizə verir ki, D-nin üzərində, D-ni çəkdim buraya, Y bura aiddir, F bura aiddir. İndi bura verir C-ni, bura verir Y-ni. C-nin burasında nə var? 1, 2. D-nin burasında nə var? 2, 3. Y-nin isə bu hissəsində var 3, 4. Bura cavab düşür nə? 5. Burada 6. Bizə lazımdır nə? 2 ilə 5. O da bizi Y variantındadır. Gəldik 17-ci suala. Aşağıdakılardan hansı fiqurun açılışı deyil? Baxın, bu normal açılışdır. Normal açılışımız budur bizim. Bunu da 90 dərəcə fırlasaq, yəni bura çəksək olacaq bu formada. Eyni qayda alınır. Eyni şey buna da aiddir. Bunu çəksən bura, bunu da çəksən bura. Oldu bu formada. Bunu da yenə tutdum buradan çəkdim, ikisi də bölgələşdi oldu bu formada. Amma biz bunu ha tərəfə fırlayaq. Bunu fırladım belə, duracaq düz. Biz dedik ki 90 dərəcə fırlayandan sonra düz alınırsa deməli düzdür. Amma bu 90 dərəcə fırladıq, gəldi belə düşdü. Deməli bu alınmır. Cavab olur Y variantı onda. 18-ə baxırıq. Eyni bir tetraedra aid olan 4 açılışı tapın. Baxırıq. Bax, buradan baxsan şərtlə bir dənə. 8-in üzərində 0, solunda 5, sağında 3. Bu 1. 8-in üzərində 0, sağında 5, solunda 3. Bunlar bu fərqlidir deməli. Aynən bir fərqlidir. Sonra, məsələn, burada artıq fərqlidirsə bizə 4 dənəsinə aiddir də deməli bunlar. Baxırıq digərinə. Deyək ki, 4 açılış tapın. Bir tetraedra aid 4 dənə açılış var. Deməli, bunlar bir deyil deyirlər. Baxırıq bura indi. Eyni qaydana baxmalıyıq burada. 8-in üzərində 0, 3 çəkdim bura. 5 çəkdim bura. İndi bu hara düşdü? Sağda 3, solda 5.
Sağda 3 gəlib aynen eyni düşməlidir. Baxsan buradan indi. 0-ı çəkdin buradan. 3-ü də çəkdin buradan. Yuxarıdan baxsan indi. 80 üzərində 0. Sağında 5, solunda 3. O hara gəlsin? Təbii ki B-yə. B ilə də eynidir. Sonra indi burada çəkdin 0-ı buradan, 5-i də buradan. 80 üzərində 0, sağında 5, solunda 3. Yenə bu aiddir. B ilə D ilə eynidir. Burada 80 üzərində 0, sağında 5, solunda 3. Bu da oldu yenə eynidir. Bunlarla eynidir. B, D, Y, F aiddir burada. Bizə dəqiqə C variantına. 19-a baxaq. Deyək, şəklində neçə kub var? Sayaq. Bax, məsələn, saysaq. Burada nə qədərdir? 1, 2, 3, 4, 5. Burada 5 dənədir. Bax, bu hissədə 5 dənədir. Onda 4 də bunlardadır. 3, 3, 3 buradadır. 2, 2, 2, 2 buradadır. 1, 1 də burada. Gəlin cəmləyə indi. 5, 4, 4, 8. Üstə gələk 5, üstə gələk 3, 3, 3, 9. Üstə gələnsin 4, 2, 2, 2, 8. Üstə gələnsin 1, 1. 10, 19, 24, 32. Şəkildə deməli 32 dənə var? Kub mövcuddur. Keçdik 20-ci suala. Deyir ki, verilmiş fəza fiqurların öndən, yandan və yuxarıdan görünüşünü müəyyən edin. Bax, məsələn, gəlin birinci öndən baxaq. Buradan baxan nə görürük? Məsələn, dur, buradan baxırıq. Buradan baxanda, bax, bir dənə burada kvadrat görürük. Onun sağında, solunda bir dənə kvadrat görürük. Solunda bir dənə kvadrat görürük. Ondan sonra bir dənə yuxarını görürük. Vəssalam. Bu oldu bizim nə? Düzəlmə çəkək indi. Aşağı hissəmiz. Bu aşağı hissə. Buradan baxan görürsən ki, 1, 2, 3, 4 dənə var. Yuxarısında 1, 2, 3, 4 dənə də yuxarıda var. 4 dənə yuxarıda çəksən. İndi buradan 1, 2, 3 dənə yuxarıda var. Buradan. Buradan 1, 2 dənədir. Buradan da bir dənədir. İndi belə bir asılış varmı bizdə ümumiyyətlə? Baxaq görək, bizdə belə bir asılış varmı? Var. A variantı. Öndən oldu A. İndi gəlin yandan baxaq. Yandan baxanda, məsələn, tutub buradan baxsan da, yandan baxanda. Bax, 5 dənə yuxarıdadır. 4 dənə buradadır, 3 dənə burada, 2 dənə burada, 1 dənə burada. Yəni bu pilləkən var olmalıdır. O da olacaq C variantı. Sonra bir də bunun üstdən baxmalısan. Üstdən baxanda da görürsən ki, bax bu hissədə 4 dənədir, bu hissədə 5 dənədir. Üstdən baxsan da elə bir şey, belə bir şey alınacaq. Bax. Bura 1, 2, 3, 4. Üstdən baxanda belə görürsən axı. Drone çəkilişi. Aşağıdan baxanda 5 dənədir burada. Burada 5 dənədir. Burada isə belə bir şey alınır. Burada da belə. Vəssalam. İndi belə bir cavab varmı bizdə? Baxaq görək. Ən yüksək budur. Aşağısında bir vaid aşağı gəlməlidir. Bəli, D variantı. Oldu bizdə D variantı. Sonra 21 qəbula düşmüş suallara baxdıq artıq. Baxın, D asılışa yoxlanan variantı seçin. Bax, bu kvadrat hara baxır? Aşağı. Amma burada gətir. Alt kvadratda birləşən hissəyə var. Bura götürüb birləşdiriblər. Bura səhvdir. Sonra, məsələn, biz bunu fırladıq. Bu gəlib çıxacaq bura. 90 necə fırlayandan sonra gəldi çıxdı bura. Bir də bunu fırlatsaq. Gəl çıxmalıdır bura. İndi buradan baxsaq, bax. Burada verib. Bunun üzərində qara kvadrat, solunda bunu. Baxırıq. Bunun üzərində qara kvadrat, solunda bu. B ola bilər düzgün cavabımız. Burada, bax burada ağ kvadrat üçbucağın oturacağına düşür. Amma burada üçbucağın oturacağı başqa yerə düşür. Burada da bayaq dediyim kimi bu hissə gəlib buna birləşməməlidir. Bunun oturacağına yəni birləşməməlidir bu tərəfə. Burada da qara kvadrat, bax bu üçbucaq gəlib fırlanır, olur birinci belə. Sonra bir də fırlanır, gəlib belə düşməlidir, bax. Yəni qara kvadrata baxmalıdır, amma burada baxmır. Deməli cavab oldu B variantı. Baxırıq bura. Bax burada
bu hissə ilə bu ardıcıl gəldi elə bir şey. Baxırsan burada, amma bu belədir. Bu hissəsi belə bu formadadır. Burada ardıcıldır, ardıcıl olmağına. Baxaq digərlərinə. Məsələn, burada da ardıcıldır. Burada səhvdir artıq. Burada qarşı üçün verib ikisini bir yerdə. Sonra burada da birinci qaranver sonra ağı verib. Yəni səhvdir burada. Həm də bu sağa düşüb. Amma burada solundadır. Bax, indi buna baxırıq. Qaldı bizdə B ilə C. İndi. Bax, məsəl üçün. Bunu biz çəkməyə çalışsaq. Bizə dəqiqə bu nə formada düşür. Hə, CD-də. Bax. Bu hissəni qara verib. Halbuki bizdə bax, bu hissəsi qara olmalıdır. Solu. Bizdə sağı qara verib. Onun cəsəri cavab oldu B variantı. 23-də. 1 ilə 3 qarşı yüzlü çıxdıq. Uyğun olmayanları istəyir. Hə, onu da götürməliyik. 2 ilə A. Bu məsələn 2-ni çevirdin. Oldu bu formada. Deməli, A 2-yə baxır. 1 də çevirsək olacaq belə. Yox. 1-i çevirdik. Hər də belə olmalıdır. 1 oldu belə. 1 A-ya baxır. Və A-nın da başı gəlib 2-yə çıxır. Bəli, 2 ola bilər. C ilə 1 qarşı onun aşağısında C ilə B paraleldir, onun altında B. C ilə 1 paraleldir, altında B var. Düzdür bu da. Burada 3-ün altında C var. 3 oldu belə, 3-ün oturacağı C-in gövdəsinə düşür. Burada isə o başına verib. Səhv. Deməli, burada götürəcəyik. A 2-yə baxır. A ilə də 3 paraleldir, bəli. Düzdür. Deməli, 5-də səhv. Cavab oldu 1 ilə 4. Bizim düşün cavablarımız. Baxırıq 24-cü suala. Yenə bayaq kimi nöqtəyə baxım denən. Nöqtə hara birləşir? Üstəgələyə. Amma burada üstəgələkdən uzaqdadır. Burada üstəgələyə birləşir. Burada da üstəgələyə birləşir. Amma məsələn biz bunu şəkildən bu formada fırladıq. Bu nöqtəcə bura çıxmalıdır. Bax, bu hissəyə çıxmalıydı. Şəkil fırlasaydı. Bax, bunu 90 dərəcə fırlasaydın bu formada durması üçün, yəni bunun digər üzrə durması üçün gəlib bu tərəfə çıxmalıydı bu. Bu da səhvdir. Burada da üçbucaq verib burada bir dənə. Gəlin buna baxaq hələ. Deməli, burada çevirdi bunu yuxarı çevirdi, fırladı. Məsələn, birinci belə çevirdi, sonra fırladı. Bunu çevirəndən sonra, yuxarı çevirəndən sonra belə bir şey alınır yuxarıda. Bu cevap bu tərəfə çıxır. Oğucu tərəfdədir. Bu da elə bir ki, belə deyim də, buranı çəkək. Bu hissəsi qaradır. Üçbucaq olsun. Bir də bu hissəsi qaradır. Bir də biz bunu çevirsək, olacaq bəli, C variantı. Burada isə bunu da bir çevirib bir addım. Bunu çevirəndə, sadə əqrəbin istiqamətini çevirəndə, bax, bunun bu hissələri qara olmalıydı. Buraları. Bizdə amma səhv verib. B-də də nöqtənin birləşdiyinə baxım denən. Nöqtənin birləşdirilən heç biri üçbucaq deyil. Baxın. Nöqtə heç bir üçbucağı birləşmir. Amma burada üçbucağı birləşib yazıb. Bax burada. Deməli səhvdir. Cavab olur C variantı. 25-ə baxırıq. Eyni bir fiqurun iki görünüşü verilibdir. Bu fiqurun ixtiyari çevrilməsi nəticəsində alına biləcək cavab variantlarını seçib fiqurun üzərindəki təsvirlər fərqlidir. Seçin deyir. Hə. Çevrilməsi nəticəsində alına biləcək ixtiyari cavablar. Hə. Tamam. Gəlin birinci bunun açılışını çəkək. Deməli, kvadrat üzərində belə bir xətt verib. Onun da aşağısında kvadrata paralel formada belə bir şey verib. İndi burada bunun üzərində bir dəqiqə üstəgələk. Deməli, burada üstəgələk olacaq. Onun da aşağısında nə olur? Burada da belə deyim. Belə bir formada alınır. Sonra biz indi şəkli çəkdik. İndi baxırıq bura. Bax, deyir ki, bizdə düz xəttin, bu cəhət birləşir hara? Düz xətt olan nöqtəyə.
Halbuki bu onun aşağısına birləşirdi. Üstündə də belə bir xətt var idi. Və gəlin belə deyək də. Bununla düz xətt bir-birinə nədir? Bunu çevirsək oldu bu formada. Bir də çevirəndə olacaq bu formada. Düz xətt isə biz bura çevirəndə belə bir şey alınır. Baxın, düz xəttlə bu, yəni belə deyim də, bu formada birləşmirlər. Xəttlər bir-birinə belə birləşmir. Bir səhvim görə. 2-yə baxsaq. 2-də deyir ki, üstəgələyin üzərinə 4 bucaq solunda. Məsələn, bura qoydun üstəgələyi. Üzərində bu, solunda da belə bir xətt. Ola bilərmi? Niyə olmur ki, olar? Çünki xətt bizdə vermir. 5 dənə üz verib bizə. Bax, 1, 2, 3, 4, 5 dənə üz vermiş, 6-cı üz. Ola bilərmi? Bəli, 2 ola bilər. 3-ə baxaq indi. Üstəgələyin üzərində verib nəyi? Üstəgələyin üzərində bu xətt. Bax. Üstəgələyin üzərində bu, sağında bu. Buradan baxaq indi. Üstəgələyin üzərində bu, amma bu buradan sol tərəfə düşür. Buradan baxanda artıq üstəgələyin soluna düşür. Ona görə 3-ü silirik. İndi üstəgələklə düz xəttə baxsaq, düz gəlir. Məsələn, indi bu da belə eləyək də. Düz xəttəni çəkək buradan. Üstəgələyi çəkək buradan. Bir də fırlatdıq bunu belə. İndi şəklə necə baxaq? Tutaq ki, tərsinə baxsaq. Buradan baxaq. Çarpaz xəttin üzərində üfüqi düz xətt. Onun da solunda nə var? Üstəgələk var. Çünki belə baxanda da bu tərəf soldur, burası sağdır. Onda belə çıxır ki, 4 düzdür. 5-ə baxırıq indi. 5-də də bu xəttin üzərində düz xətt. Bu hissəsində isə çarpaz yox, amma səhvdir. Bu hissəsində üstəgələk olmalı. Deməli, bu da səhvdir. Cavab oldu burada 2 və 4. 26-ya baxaq. Bura verib 3-ü, bura verib 6-nı. Yaxşı. 3-ü verirsən, tamam. Gəldik, bura yazıq 2, 1, 6, bura yazıq 4, 5. 3 ilə 4 olan hissə hansıdır? Ulduz. Bura hansıdır 5, 6 olan hissə? Kvadrat. Ulduz kvadrat diye bir şey var? Xeyr, yoxdur. Deməli, biz yerlərini dəyişməliyik. Yazaq bura 4, 5, bura yazaq 2, 1. İndi üstdən 2 olan hissə haradadır? Üstdən 2 olan hissə yumrudur. Çünki bu gəlir bura, yumru gəlir çıxır bura. Bura oldu yumru. 1-in altı olan hissə nədir? Bura gəlir bura. 5 bucaqla gəlir çıxacaq bu formada. 5 bucaqlı da bura gəldi. Deməli, yumru və 5 bucaqlı cavabı bizdə C variantındadır. Sonra 27-də integer yenə asılışa uyğun olan variantı seçin. Baxaq. Bax, burada hardan baxaq? Birinciyə baxaq gəlin. Məsələn, bunu fırladıq. Bu gəlir çıxacaq belə. Bu şəkli biz gətirib buradan çəksək, indi eyni qaydada yumru burasına da belə bir formada və bu da gəlib ona paralel düşür. İndi biz yaxşı buradan buna baxsaq, şəkildə bu formada baxsaq, bunun üzərində bu nöqtəli üz, digər tərəfində isə bu. Düz gəlir, baxaq görək, məsələn, bunun üzərində bu. Düz gəlir, bəli, bir düzdür. 2-yə baxırıq. 2-də, bax, bu hissə gəlib buna baxmalıdır, yumruya. Verməyib onu. Bax, onun bu hissəsi çölə baxır, yumru yuxarıda qalır. Sonra, indi məsələn, 3-ə baxaq. Düz xətt, üzərində çarpaz xətt. Şeş bir də çarpaz xətt buranı verib. Sağında da bunu. Məsələn, biz bunu çəksək indi bura. Oldu bu belə. Düzdürmü bu? Bəli. Çünki baş şəklə buradan baxsanız, düz xəttin üzərində bu çarpaz xətti görə bilərsiniz. Amma burada çarpaz xətti buradan deyil. Bir dənə baxım. Yox, düzdür, bəli. Buradan baxanda çarpaz xətt buradan gəlir. Onun da sağında bu formada olur.
Şəklə soldan baxsan, bəli. 3 düzdür. Baxırıq bura. Düz xətlə bu qarşı üzdür. Bunlar heç vaxt bizdə görsənməzlər. Baxırıq indi buna. Burada gəlin bunları silək. Bizə verib indi bunu çəkək hardan? Bunun altından. Deməli bunu birinci fırladıq bura. Oldu bu formada. Bir də fırladıq. Oldu belə. İndi bu xət bunun üzərində bu var. Onda çətin bunu çəkib buradan çəkdik. Deməli burada indi tərsinə baxsa şəklə görürük ki bu çarpaz xəttin üzərində düz xət sağına düşür bu. Amma burada onu solda verib. Biz onca 5-i çıxa bilərik. Cavab olacaq 1-dən 3. Çünki bax, yenə deyirəm, bunu yuxarıdan baxsan, görürük ki, bunun üzərində düz xət var və bu isə sağa düşür yuxarıdan baxanda. Amma bizə solda verib. Ona görə səhv. Cavab oldu 1-dən 3. Burada açılışa uyğun olan variantı seçin deyir. Biraz kiçildək. Deməli, burada 3 dənə ağ verib. Yəni, məsələn, bunu çəksən buradan da, buranı da boz çəksək. Tamam, 3 dənə ağ var, amma bu 2 dənə boz var olmalıdır. Bunu birini xətti, ikisinin xətti birini boz edib. Bu səhvdir. Sonra, yuxarıda indi. Ağ, üstü zolaqlı. Onun, baxın burada, bunu gətirib bura çəksək, x olmalıdır burada elə. Yəni, bu düz xətlərlə x bir-birinə qonşu olmalıdır. Amma bunlar paralel verib. Deməli, bu da səhvdir. Sonra, C-yə baxsaq. Bunun sağında bu, sağında o. Bu düzdür. Burada problem yoxdur. Hamısı düzdür. Baxırsan D-yə. D-də indi, məsələn, buradan baxsaq. Buradan baxanda sağında bu, onun da sağında, daha doğrusu solunda da bu. Ya buradan baxaq da, məsələn, bu, sağında bu, sağında bu. Bu, da solunda, solundan baxmalıyıq. Solundan baxanda, soldan baxan cavab bunlar çıxmalıdır. Ona görə bunlar da səhv verib. Bax, elə bir ki, soldan baxanda, bunun soluna baxsan, bunlar düşür da elə. Burada da qara ilə ağı verib, demək bu da səhvdir. Burada da dediyim kimi bizə dəqiqə ağ buranı silim. Boz x, onun qonşusu bu, onun da sağında. Hə, bax, sağında olan sağında, daha solunda olan da belə deyim. Bax, bu hissəsi bunun kimi olmalıydı, amma boz verib. Demək bu da səhv, cavab olaraq C variantı. Bax, 29-cu suala. Burada oxun ucu baxır düz bucaqlıya, üç bucaq da gəlib onlara birləşir. Baxaq. Məsələn, tutaq şəklə baxaq haradan? Buradan. Buradan baxın, üzərində üç bucaq. Sağında bu düşürmü? Düşər. Amma bizə dəqiqə, məsələn, bax şəklə indi baxdıq buradan biz. Biz də buradan baxdıq. Düz gəlirmi? Bu üzərində üç bucaq, sağında bu. Bunun üzərində üç bucaq, sağında bu. Ola bilərmi? Bəli, ola bilər. Bir ola bilər, gəlin kişiyə baxaq. Burada qarşı üç üçün verib, səhvdir. Burada da qarşı üç üçün verib ikisində. Səhvdir. Burada üç bucağın ucu da düz bucaqlıya baxmır. Bu da səhvdir, bu da səhvdir. Çünki baxmır ucu. Cavab oldu A variantı. 30-da açılışı yoxlanan variantı seçin. X ilə o qarşı üzdür. Çıxdıq. X ona qarşı üzdür. Çıxdıq. Üç bucaqla romb qarşı üzdür. Bu ola bilər. Sonra 2 nöqtə ilə 1 nöqtə qarşı üzdür. Çıxdıq. 3 nöqtə ilə 1 nöqtə qarşı üzdür. Bunun nəsə cavab oldu. Bu da C variantı. Bu da belə. Deməli, bu dərsdə də biz fəza fiqurlarına aid kublar, prizmalar, piramidalar və s. bütün formada olan fəza fiqurlarının hamısının izahına baxdıq. Qəbula düşmüş suallara da baxdıq. Artıq yəni yenə bu dərsə baxaraq siz qəbula rahat gedə bilərsiniz.
Növbəti dərs görüşənə qədər sağ olun, salamat qalın. Video xoşunuza gəlsə bəyənməyi unutmayın. Yorum yazıb abunə olsanız sevinərəm. Sağ olun.